Buyurun, özünüzü təqdim edin. Şikayətiniz nəydən bağlı idi? Mən Hümbətova Nərgiz Əli qızı 1979-cu il avqust ayından Bərdə rayon Mərkəzi Xəstəxanasının doğum evində mama ginekoloq vəzifəsində işləyirəm. Çox rəhbər vəzifədə olanlar olubdu. Hamısı bizlə yaxşı rəftar eləyir, nə tər lazımdır o cür. Vüsal həkim iş başına gələndən aldı mənim gözümdən. Yalandan məni şərrədi. Mənə şər atdı ki, bağışlayın məni. Güya mən 20 həftəlik hamiləlik sonlandırmışam. Bu mümkün olası bir şey deyil. Yalandan mənim üstümə şər atdı və iclas qurdu, məni işdən çıxartdı. Əmək fəaliyyətimə xitam verdi. 65 yaşım hələ tamam deyil idi. Hal-hazırda 70, 72, 75 yaşında həkimlər hamısı işləyirlər. Amma mənim əmək fəaliyyətimə xitam verdi. Dedi ki, mən səni işdən çıxardıram. Nə qədər nə dedimsə də xeyri olmadı. O məndən nə vaxtı pul istəmişdisə, bir dəfə pul istədi ki, reklam yazdırıram, 500 manat pul versin, vermişəm. Bir dəfə dedi ki, 500 manat versin, xəstəxananın həyətində stayanka düzəltdirəm, ora kömək eləsin. Yenə verdim. Bir dəfə dedi ki, xəstəxanaya ikinci darvaza saldırıram. Mənə pul versin, 950 manat. Mən də 900 manat verdim. Nə düzdür, mən onu danışıram. Neysə, sonra yenə də mənlə yola getmədi. İlham məəttəl qalmışdı ki, bu niyə sağa qarşı belə eləyir? Sonra da əmək fəaliyyətimə xitam verəndən sonra mən şikayət elədim. Yoxlama gəldi, Mingəçevirdən icbari sığortanın zona üzrə rəhbəri Faiq həkim gəldi, yoxladı. Mən nə demişdimsə, qanunsuz olaraq bütün günü əməliyyatlar eləyir, hər əməliyyatdan 600-700 manat pul alır. Baş direktorun əməliyyat eləməyə ixtiyarı yoxdur. Bir belə pullar alır cəmaatdan. Nə istəyir, onu eləyir. Kimi istəyir, çıxardır. Skor şoförlərini 15 minə, sonra 17 minə, axırıncısını 20 minə götürmüşəm. Sonuncu xadiməni doğum evinin əməliyyat blokuna 12 min manata götürübdü. Neysə, Faiq həkim gəldi, yoxladı. Dedi, nə demişsizsə, başqa həkimlərin adına anketlər açılır, amma əməliyyatı Vüsal eləyir. Hamısı düzdür. Dedi, amma məni bağışlayın. Onun pulu da çoxdur, arxası da möhkəmdir. Mən onun öhdəsindən gələ bilmədim. Neysə, məni işdən çıxartdı. Axırıncı dəfə mən dedim ki, mənim burada alətlərim var. Özümün Sovet hökumətinin vaxtında cibimin pulu ilə aldığım alətlərim var. Onu götürüb gedəcəm. O da yuxarıdan xəbər gəldi ki, bir saata hazır olacaq. Götürdü. Oradan güvəndiyi göndərdi mənim dalımcan ki, bu dəqiqə çıxsın, getsin oradan. Mən də dedim ki, niyə mənə deyirsən ki, çıx get. Burada bu qədər adam var. Mən bir vətəndaşam. 45 ildir bu mənim xidməti otağımdır, burada oturmuşam. İndi bir saat mənim ixtiyarım yoxdur burada oturmağa. Durdu qapının ağzında. Dedim, mən nağarıram. Mən dövlət çevrilişi eləyirəm. Mən insident eləyirəm. Mən kiməsə nəsə eləyirəm. Mən adam öldürmüşəm, tutsak üstündə durmuşsan, gəlib qapının ağzında dik dayanmışsan. Deyirəm ki, dur get. Mən ona dedim ki, sən qələt edirsən, sənin ixtiyarın yoxdur ma deyəsən, dur get. Bu dedi, baş həkimin əmridir, Vüsal həkimin əmridir. Dedim ki, Vüsal həkimə getdi ki, vəzifə səlahiyyətlərini aşmasın. Mən onsuz da bir saatdan sonra buradan durub çıxıb gedəsiyəm. Sonra evdə oturmuşdum bir neçə gündən sonra. Qapıya polis gəldi. Həkim, bəs sizdən şikayət var. Mən hətta qaldım. Məndən nə şikayət ola bilər ki? Mən getdim ona dedim ki, sən məndən təzələnən mən getdim, imtahan verdim, sertifikat aldım, gəldim. Təbib məni göndərdi işə. Məndən deməli, əvvəl 1500 manat aldı. Sonra dedi ki, yoldaşım verdi. Sonra xəbər göndərmiş ki, azdır, 1000 də versin, 1000 də verdik. Neysə, pulları aldı, 3000 manata qədər təzələnməndən pul aldı. Mən də dedim ki, getdim təbibə, dedim, bu məni niyə belə eləyir? Təbibdən məktub yazdırıbdı ki, bu adam
İşləməyi şey deyil, işləyə bilməz. Niyə işləyə bilmərəm? Nəyə görə? Savadım mı çatmır, qabiliyyətim mi çatmır? Orada hamıya mən kömək edirəm. Gecə də yürürəm, gündüz də yürürəm. Kimin nə işi olsa hamısının qolundan tuturam. Hə, mənə nə olub ki, yaşda məndən 5-6 yaş böyüklərin əmək fəaliyyətinə xitam verilmir. Mənə xitam verilir. Getdim təbibə, dedim ki, mən yalan demirəm. Dedim ki, məndən bir belə pul alır Füsal həkim. Niyə məni çıxardır? Neysə, qayıtdım, gəldim, dedi ki, məndən pul almışsan. Sən mənə pul vermişsən? Dedim, hə, vermişəm. Mənə nə desə yaxşıdır. Özü türk ləhcəsi ilə danışır. Heyiflər olsun ki, mənə barmağını da uzadır mənə sarı. Heyiflər olsun ki, mən səni 3 ay işlətmişəm. Mən bilmirəm ki, bu xəstəxananı bu özəlləşdiribmi? Xəstəxananı bunun atası tikdirib, qoyub gedibmi buna? Axı, buna bu qədər səlahiyyəti insana kim verir ki? İnsan belə hərəkətlər eləyir. Mən istədim onun cavabını qaytaram, yoldaşım yanımdaydı, qoymadı. Deyəm ki, ayıb sənin anana olsun ki, sənin kimi iblisi bu dünyaya gətirib efirə boşlayıb. Bu cəmaatın başına sən bu qədər oyun gətirirsən. Ora gəlib gedən dərman şirkətinin işçilərindən şöbəyə daxil olmaq üçün hərəsindən ayda 20 manat pul alır. 500 nəfərə qədər şirkət işçisi var. Hərəsindən ayda 20 manat alır. Maliyyənin yoxlamasına 4 milyon pul verir. Onun hamısını həkimlərdən yığır. Çox bonus alan həkimlərdən, yaxşı həkimlərdən 4000, elə belə həkimlərdən 2000, terapevtlərdən 1000 manat, bütün işçilərdən sanitarkadan tutmuş bağbana qədər. Amma hamı buna göz yumur. Heç kəs bunun öhdəsindən gələ bilmir. Bizim başda da oturanlarımız Əlin Ağayev hara baxır? Bir məşğul olsun da bu işlə. İşlədiyi 6 ayda 400 minə ev aldı. Villa aldı. Təzədən ora xəş qoyubdu. 1 milyon dindi onun qiyməti. 150 min manatlıq maşın aldı. 6 ay müddətində o boyda şeyi nəylə almaq olar? Bəlkə atasından qalıb o pullar. Amma hamı bilir ki, onun atasının heç nəyi olmayıbdı. Bu adam, nə bilim, mən indi qalmışam Tərtərdə. Allah Sərxan həkimin ömrünü uzun eləsin. Allah onun balalarını saxlasın. Evdə oturduğum yerdə zəng elədi mənə. Həkim, dokumentlərini hazırla, sabah gəl otur Tərtərin xəstəxanasında işlə. Sərxan həkimi Tərtər Mərkəzi Xəstəxanasının rəhbəridir. Hə. Bəli, buyurun. Məndən heç bir şey istəməyib, məndən heç bir şey umacağı olmayıb. Dedi ki, xala, mən razı olaram ki, belə bir vaxtda sənin qabiliyyətinə də bələdəm, sənin hər bir şeyinə bələdəm. Sənin kimi adam evdə otura. Bu çətin vaxtda, bu çətinlik vaxtda sabahları dokumentlərini hazırla, gəl, Tərtər doğum evində istəyəsən. Hələ mən 3 ilə yaxındır, Sərxan həkimə bir konfet də uzatmamışam ki, ala buna bir stəkan çay iç. O adamın umacağı yoxdur. Allah ömrünü uzun eləsin. Yəni, dünyada belə kişi adamlar da var. Amma Füsal həkim mənim bütün həyatımı puç edib. Mən Tərtərdə, yolun qırağında, günün istisində, qışın göydən qar töküləndə durub maşın gözləyirəm avtovazalda. Təpəmə gün çırpa-çırpa 40 dəqiqə, 50 dəqiqə, ən aşağısı yarım saat orada mən ayaq üstə dururam. Mən ağır şəkər xəstəsiyəm. Amma nətər deyim, imkan yoxdur ki, mən çıxam evdə oturam. İndi hər şey bilirsiniz də, bahalıqdır, çətinlikdir, müharibədən çıxmış ölkədir. Mənim qaynatam Bakıdan gələndə Səfər Əliyev rəhmətli zəng eləyirdi ki, Ulu Öndər zəng eləyirdi ki, mən gəlincən Seyid Möhsüm ağa orada olsun. Birinci Seyid Möhsüm ağa ilə görüşürdü. İkinci Səfər Əliyevlə görüşürdü. Onunla pambıq sahəsində filmlərə çəkilibdi, nələrə çəkilibdi. İndi Seyid Möhsümün balasını lazımsız bir əşya kimi Füsal həkim götürüb atıb bayra. O qədər şərəfsizdir ki, Azərbaycanın oğulları
gedib vətəni qorumaqdan ötəri, ana bacıların qeyrətini qorumaqdan ötəri qanlarını töküblər torpağın üstünə. Qazi olub, şikəst olublar. Amma Vüsal həkim anası yaşda qadını yalandan şərləyərək polisə verib. Buna nə ad vermək olar? Şərəfsizlikdən başqa nə ad vermək olar ona? Çox xahiş edirəm. Dövlətimizin başçısından xahiş edirəm. O vaxtı rəhmətli Ulu Öndər mənim qaynatama deyib ki, qaynatam öz evini məktəbə veribdi. Özü gedib rəhmətli deyib ki, məndən nə istəyirsən? Məndən bir şey istə. Deyir, səndən heç nə istəmir. Bircə kəndimizdə məktəb tikdir. Bir də ki, Qarabağ kanalının üstündən bir dənə körpü düzəltdir. Bax, bu kişidir. Qarabağ kanalının üstünə bir körpü düzəltdir. Uşaqlar o biri qonşu kəndə məktəbə gedib gələ bilsinlər. İndi vallahi məni bir lazımsız əşya kimi, Vüsal kimi şərəfsiz götürüb atıb bayıra. Mən qalmışam yollarda. Mən qalmışam çöllərdə. Mən axımağa yaraşmır. Mən bu vaxtımda duram avtovağzalda maşınlara el qaldıram. Nə bilim, siz yaraşdırırsınızsa deyə bilmərəm.